1993-cü il martın 21-də Yardımlı rayonunun Mirimli kəndində dünyaya göz açmışdı. Onun taleyi hələ uşaqlıqdan gələcəkdə bir qəhrəman kimi tanınacağını pıçıldayırdı. Təhsil həyatına doğulduğu rayonda başlayaraq 8-ci sinifə qədər Məlikli kənd tam orta məktəbində oxumuşdu. Daha sonra ailəsi Cəlilabad rayonunun Privalniye kəndinə köçdüyü üçün burada təhsilini davam etdirmişdi. Uşaqlıqdan mərd və qorxmaz xarakteri ilə seçilən İbarət 1-ci Qarabağ müharibəsində yaşanan faciələrin acısını dərindən hiss edirdi. O həmişə deyirdi ki, qisas günümüz mütləq gələcək. Oktyabrın 12-sində Füzuli uğrunda gedən ağır döyüşlərdə İbarət yenidən düşmənlə üz-üzə gəldi. Vətən müharibəsi başladıqda İbarət əskər olaraq ön cəbhəyə üz tutdu. Onun döyüş yolu Füzuli istiqamətindən keçirdi. Sentyabrın 28-də yaralansa da döyüş meydanını tərk etmədi. Düşmənin güclü müdafiə xətti sayılan Ohanyan səddinin yarılmasında xüsusi şücaət göstərdi. O sona qədər mübarizə aparmağı düşünürdü. Oktyabrın 12-də Füzuli uğrunda gedən ağır döyüşlərdə İbarət yenidən düşmənlə üz-üzə gəldi. O son nəfəsinə qədər döyüşərək qəhrəmancasına şəhid oldu. 2020-ci il sentyabr ayının 27-sində azğın ermənilərə qarşı müharibədə döyüşdə iştirak etmişdir. Bax, İbarət 28-də yaralansa da döyüş meydanını tərk etməmiş, ayın 7-sində yenidən döyüşə qatılaraq, ayın 11-i günortadan sonra şəhidlik məqamına uzalmışdır. Bu gün də onun mövlud gündür, mövludun mübarək. Mən İbarətin, bugün mövlud günüdür. Cənnətdəki mövludun mübarək şəhid balam. Yaxşı övlad olub, Allah onun yerini cənnət eləsin, məqamı uca olsun. Şəhid İbarət Əkbərovla bizim uşaqlıq xatirələrimiz bərabər olurdu, bir yerdə keçirmişik. O çox, uşaqlıq vaxtlarından çox qocaq oğlan olurdu. Onunla fəxr edirəm, qürur duyuram. Nə qədər qürur da duysam, bir o qədər acıdır yoxluğu. İlqar Mustafayev bugün informasiya proqramı üçün.